Qırıq dominant akkordu demələri həlli ilə re majorda. Re majorda neçə işarə var? 2 işarə var. Fa diez, do diez. Fa diez, do diez. Yazırıq. Fa diez və do diez. Re majorun dominant akkord neçənci pillədən əmələ gəlir? 5-ci pillə. Hansı səslə başlayacaq? La-dan, bəli. Quraq. Cəd, tez-tez. La, do diez açarımızda var. Mi, sol. Bir səs ötürə-ötürə. Re majorun tonikası olacaq. Tez-tez. Re. 3 dənə re və fa diez açarımızda. Çünki fa diez var. Demək, kritik akord cəd. Do, mi, sol, do, mi, sol. Do, mi, sol, la. Doğru, həll olur. Re, fa, Fa diez, la. Do diez, mi, sol, la. Həll olur, re, fa diez, la. Tonika 3 səslisindən. Və demək, first kart akordumuz olacaq. mi, sol, la, do. Mi, sol, la, do diez. Həll olur. Re, Fa fa, diez, la, re. Doğru. Və demək, second akordumuz. İstəyir. Sol, la, Sol, la, do, mi. do diez. Yes. Mi, Həll olur, re. fa diez, Fa la, re, re. Doğru. Tonika, sexta akorduna. İndi oxuyaq bunları. Oxuyaq. Bu da T3. Tamam, tonika 3 səslisine. Nədir tamam, tonika 3 səslisi? Klinkası olmayan ton hissəsi, natamı ton. Tonika 3 səslisi. Majorun neçə işarəsi var? 2 şarkısı var, fa diez. Fa diez, do diez. Oxuyaq. Re majorda dominant akkordu. Cəd. Hansı səs? La. La, cəd. La, təmiz. La, qalın. La. Aha, do.